1998-ci il sentyabrın 26-sında Premier Ligada Arsenal və Sheffield Wednesday arasında oyun keçirilirdi. Maç gərgin keçirdi və bir epizodda Paolo Di Canio ilə Martin Keown arasında dava düşdü. Hakim Paul Alcock hər iki oyuncuya qırmızı vərəqə göstərdi. Lakin Di Canio bu qərara əsəbləşdi və hakimi itələdi. Hakim yerə yıxıldı və stadionda qəribə səssizlik yarandı. Hər kəs nə baş verdiyini anlamağa çalışırdı. Hadisə dərhal medianın gündəminə çevrildi. Di Canio bu hərəkətinə görə 11 oyunluq diskvalifikasiya aldı. Bundan əlavə 10.000 funt cərimələndi. Bu futbol tarixində nadir hallarda baş verən anlardan biri idi. Bir oyuncunun hakimi fiziki təhqir etməsi futbolun ruhuna zidd sayılırdı. Di Canio daha sonra bu hərəkətinə görə üzr istədi. Amma hadisə onun karyerasında qara ləkə kimi qaldı.